Xanımlar və cənablar, Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Mən Qabil Türkoğlu sizə dəhşətli bir xəbər çatdıracağam. Ayaqlarınızın altından yer qaçacaq. Bilirsiniz ki, qəhrəmanımız Gizirxan minaya düşərək faciəvi şəkildə dünyasını dəyişdi. Və dəyərli həmvətənlərim, dünənləri efirimizə qoşuldu. Gizirxanın həyatda ən yaxın adamı qoşuldu efirimizə. Deyə bilmərəm kimdir. Özü də istəmədi deməyim. Və mənə məlumatı çatdırdıqca efirdə danışdım. Hər şey doğru, xırda cüzi bir istisna. O da mənim mexaniki səhvim olub ki, Xan neytraldan keçərək, Xan dostunu və qohumlarını ziyarət edirmiş, mən orada anası demişəm. Amma anasının yanında reportaj olasıymış, anasının da yanında. Sadəcə qarışdırmışam. İndi isə deyirəm, yalan deyirəmsə mənim namusum erməninin olsun, şərəfim erməninin olsun. Amma düz deyirəmsə mənə iftira atanlar, sizin namusunuz, şərəfiniz erməninin olsun. Mən ölkənin başına gəlmək istəyən adamam və bilirəm xalq sevgisini, bilirəm mən. Mənə böyük qüvvələrin dəstəyini gələcəyəm, xoşunuz gəlsə də gəlməsə də. Ay trollər, şərəfsiz məmurlar. Deməli dostlar, hadisə necə olubdu? Qardaşlar, bacılar, Xan pensiyadaymış. Savaş başlayanda təzdən orduya könüllü qatılıbdı. Qəhrəman kəşfiyyatçımız qəhrəmancasına döyüşübdü. Və döyüşdən sonra Xana yuxarıdan bir ferma hədiyyə eləyiblər Xocavənd istiqamətində. Xan iki dostu ilə şərikli fermer təsərrüfatına başlayıbdı. 3 şərik. Və mən danışdığımı bütün Ağdamlılar bilir, Qarabağlılar bilir. Və 3 şərik fermer təsərrüfatına başlayıblar. Xan böyük kredit götürərək, indi 30, 20, 50, 100 min nə qədərsə kredit götürərək, həm fermanı abadlaşdırıbdı, həm də fermanın içini doldurubdu. Və bundan sonra ferma, üstəlik də Xanın qəhrəmancasına döyüşməyi ermənilərin əmisi oğlu olan Bəylər Əyyubova pis təsir eləyibdi. Bəylər Əyyubov bilirsiniz, ət manipulyasının başındadır. Kürd Azərdən Pentezər xidmətinin rəhbəri general-leytenant Ceyhun Həsənovdan bağlı olaraq bilirsiniz ki, ət manipulyası Bəylər Əyyubovun əlindədir. Bəylər Əyyubovun komandası ilə silahlı qruplar gedibdi. Xanın başına silah dayayaraq silah gücünə Xanın əlindən fermasını alıblar. Və Xan həmən vaxtdan İlham Əliyevə dəfələrlə, Mehriban Əliyevaya dəfələrlə məktub yazsa da, Ağdam rayonu polis rəisindən və Ağdam rayonu icra başçısından dəfələrlə dava qırğında olsa da fermasını geri ala bilməyib. Və mən bu dava qırğınları, bu məktubları neredeyse Ağdamların, Qarabağların yardan çoxu bilir. Və əlacı kəsilən İlham Əliyevdən, Mehriban Əliyevadan haqqını tələb eləyib ala bilməyən, icra başçısından, polis rəisindən qırğında olan Xan axırda deyib ki, Avropadakı blogerlərin efirinə çıxacağam. Haqqımı orada arayacağam. Və fikir verin, Xan bizim efirə çıxsaydı, Mağara Mediaya, Azad Sözə, hər neysə bizim efirə çıxsaydı ya Qənimət bəyə, görün Azərbaycan necə silkələnəcəkdi. Görün İlham Əliyev nə vəziyyətə düşəcəkdi. Bütün Azərbaycanın sevdiyi, tanıdığı Xan belə bir sirri, belə bir başına gələn faciəni açsaydı, nə olacaqdı? Ona görə Xanın ölüm fərmanını verirlər. Xanı öldürmək qərarına gəlirlər. Mən burada biraz da şübhələnirəm ona görə ki, erməni ilə həqiqi savaşan qəhrəmanlar sağ qalmır. Elə ona görə gözlərinə batıbdı. Ferma bəhanə olubdu. Bəylər Əyyubovun gözünə batıbdı. Bəylər Əyyubovun bütün sərvəti Ermənistandadır. Bütün sərvəti. Onun nəvəsinin toyuna gələn, Yerevandan gələn Johndan bağlı hamısını bilirəm. Bəylərin qohumlarını gözəl tanıyıram Almaniyada. Onlar mənə nə söhbət eləyib onu da bilirəm. Və dəyərli həmvətənlərim, uzatmıram söhbəti. Silah gücünə alınan ferma, hansı ki, haqqını arayıb bula bilməyən qəhrəman Gizirxan öldürüldü. Ölüm planı ilk dəfə polis idarəsində cəzaldı. İkinci dəfə ölüm planı icra hakimiyyətində cəzaldı. Və dəyərli həmvətənlərim, hətta Xana bir dəfə səssiz Kurşitel'den
səs boğucuyla xana güllə atdılar. Güllə dəymədi xana. Xan 2-3 dəfə sui-qəsdən salamat çıxdı. Sonuncu dəfə xanın yanına jurnalist göndərdilər planlı surətdə. Görürsünüzmü? Hamı deyir 2 nəfər olub, 2 nəfər. Ay, ikinci adamın niyə adını demirsiniz? Çünki ikinci adam bəylərin adamıydı. Bəylər Eyyubov adamını göndərib jurnalist adından. Jurnalist adından. Çünki o həqiqi jurnalist də deyil. Jurnalist adından gəlib yanına. Deyib ki, səndən efir hazırlamaq istəyirik. Kino hazırlamaq istəyirik. Serial hazırlamaq istəyirik, çəkmək istəyirik. Sənin özəl yerlərin, neytraldan keçərək ziyarət elədiyin qohumların, dostunun qəbri, ananın qəbri və digər özəl xatirələrin olan yerdə danışmalısan, biz də çəkməliyik kamera ilə. Xanı aldadırlar, xan razı olur və gedərkən xan qabaqda gedir. Çox güman ki, jurnalist də bilir, çünki burnu qanamır jurnalistin. Jurnalist adında olan o adamın burnu qanamır. Və xan minaya düşür. Xanın o özəl yerlər var, anasının qəbri, dostunun qəbri neytraldan keçərək. Ora minalanır. Bəzilər deyir, PM'ni qoyver teyimin altına. İnanmıram. Çox güman ki, o zeyimlə. Birbaşa sıx-sıx o zeyimlə, tellərlə bağlanıbdı. Xan birbaşa o zeyimi cığıra qoyublar. Kola qoyublar, ota qoyublar. Və xan birbaşa o zeyimə yaxın məsafədən giribdi. Ya da elə olar demiş, kimlərsə demiş. Teyimin altına qoyulan PM'inə giribdi. Və nəticə etibarilə xan 2 yerə bölünübdü. Xan parça-parça olubdu, onun şəkilləri məndə var, adam baxanda dəhşətə gəlir. Dəyərli həmvətənlərim, bunu mənə xanın 12 qohum əqrabası deyibdi, 17 silahdaşı deyibdi, bunu mənə icra hakimiyyətindən deyiblər, bunu mənə polis idarəsindən deyiblər Ağdamın. Mənə orada şərəfli adamlar var, mənə yalan danışmazlar. Dəyərli həmvətənlərim, sadəcə xırda bir xanın anasının qəbrini neytraldan keçib ziyarət elirdi, yox, anasının qəbrinə də gedib orada reportaj verməli idi. Sadəcə mən həyəcanlı şəkildə, əsəbi vəziyyətdə həm dinləyib, həm danışırdım deyə o xırda mexaniki səhvi bəhanə tutaraq məni yanlış çıxartmaq istəyirlər. Ay Ağdamlılar, hamınızda şərəf var, ləyaqət var. Heydər Əliyev Ağdamların silahı yerə qoyması üçün Ağdam silahlılarının, Ağdam savaşçılarının ailəsini evlərdən çölə tökdüyü yadınızdan çıxıbmı? Heydər Əliyevin qara paltarları, qabağa gedən düşmənin anasını ağladan Ağdamlıları, Ağdamda savaşanları daldan güllələyən qara paltarları eşitmədinizmi? Heydər Əliyev məhz qırdırdı, Ağdamı verdirdi deyə Heydər Əliyev Ağdamdan 17 nəfərə milli qəhrəman verdirdi. KGB-şniklərdə belə bir xüsusiyyət var. Öz öldürdüyünün yanına birinci gələrlər və öz öldürdüklərinə ad-san verərlər. Ay Ağdamlar, üstəlik Ağdamlı Zərifə Əliyeva ilə cükküldəşdiyini də hamınız bilirsiniz yəqin. Ağdamlı prokuror keçmiş. Ey Ağdamlar, buradan sizə deyirəm, namus və şərəfimə and olsun ki, Gizirxanı Bəylər Əyyubov öldürtdürdü. 2 şeyə görə, ferma və ermənilərlə savaşan qəhrəman olduğuna görə. Ey Ağdamlılar, siz və mən də bir tərəm Ağdamlıdır, siz və mən oğraşıyıq əgər, namussuzuyuq əgər, şərəfsizik əgər, hakimiyyət gedən kimi, inqilab başlayan kimi, Bəylər Əyyubovun Kalyaskada yatanından Boeingdə gəzənə kimi hamısını məhv eləməsək, qıyma eləməsək, Nəsiminin günə salmasaq, ay Ağdamlar, siz də, mən də namussuz, oğraş gözü ilə görən dəyyusuyuq. Ağdam, Azərbaycan, Qarabağın avangardı, Rusların vaxtında Ağdamların adı gələndə Ruslar şalvarını batırırdı. Ey Ağdamlılar, kişisiniz, ferma söhbətini siz bilmirsinizmi? Gizirxanın polis rəisi icra başçısından qırğın davasını bilmirsinizmi? Prezidentə yazdığını bilmirsinizmi? Qəbirsanlıqda nələr danışıldı, o qəbirsanlıqda heç mi bir tanış adamınız yoxdur sizin? Vallah mən düz deyirəm.